Bir dəqiqə mən bunu görüm nədən bunda. Gör də bax gör nədir problem. Vəziyyət yaxşı deyil. Şəkil çəkməklə bildi. ChatGPT-dən soruşdum. ChatGPT deyir ki, vəziyyəti çox ağırdır. Ancaq bunun bizdə dənə çarəsi var ki, dünyada çox çətin tapılan bir dərman var. Ancaq o dərmanı versək bu sağala bilər. Biz o dərmanı necə tapacağıq? Həkim get, mən sənə pul verim, get bir 4-5 il gəz tap o dərmanı həkim. 10.000 qiyməti var. İlahi. Dünyada bir dənə də ondan. Mən o pulu sənə verərəm, tap mənim arvadımı xilas elə, həkim o Bir dənə idi, o da səndə idi. Hə, cibimə qalıb. Ay, pəncərədən düşdü əlimdən, ay! Pişi yapardı, vay pişi maşın vurdu, vay gəldiler onu da yapardılar. Kısmet! Kısmet! Sən narahat olma, mən bir variant tapıb onu sağaldacam indi, deyan. Bu nə həvəsdir sən? Burayı görmə. Mən sənə bir dənə söz desəm, o aramızda qalar. Yox, açığı mənim ağzımda söz durmur. Gəl söyüş qoysan, söyüş qoymasan gələcəm. Özünü tanıyan oğlansan. İnsanın özünü tanımağı yaxşıdır. Onda mənim sənə deyəcəyim sözü kiməsə deyənin... Yox, olan əlaqəmiz yoxdur. Olan əlaqəmiz Gec-gəliş tadı yoxdur. yox, gec-gəliş yoxdur. Onda mənim sözümü kiməsə deyənin... Ölənlər zadlamam. Ha. Nə bilim, yaxşı. Yaxşı, deyirəm. Narahat olma, denən görüm nədir. Deməli, bu arvad ölsə... Bunun bütün pulu mənə qalacaq. Bunun bilsən nə qədər pulu var? Evdə 8 dənə pul sayan maşın var. Bu pul sayanda evdə tornado başlayır. Puh! Ayıb olsun hə sənə. Alçaq, şərəfsiz, ləyaqətsiz, mərifətsiz. Ölsə evin birini sənə verəcəm. Razıyam.